Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Amma ba'd. Birinci, Allah Teala'nın bize verdiği bütün nimetlere göre Allah'a çoxlu şükürler olsun deyirəm. Və sonra, şimdi qardaşlar, iman gətirmək Allah'a böyük xeyirdir insanın özü üçün, onun zürriyyəti üçün, bu dünyası üçün, ahireti üçün. Birinci, Allah Subhanahu Teala bizi yaratıb ona ibadət etmək üçün. Yəni insan Allah'a iman gətirirsə və onun əmrlərini yerinə yetirirsə, bu onun üçün xeyirdir. Həm bu dünyası üçün, həm də ahireti üçün. Və onun özü üçün xeyir olduğu kimi cəmiyyət üçün də xeyirlidir. Yəni insan təkcə iman gətirib, yəni ibadət edib və xeyir işlər görürsə, bu əlbəttə ki, yaşadığı yerə də xeyirlidir. Həm birincisi ailəsinə, sonra yaxınlarına, ümumiyyətlə, yəni ən azından mömin o kəsdir ki, yəni heç kəsə zərər vermir. Heç kəsə. Yəni bu xeyirli bir insandır həm də. Və həmçinin onun bu dünyasına, özü üçün, başqaları üçün xeyir olduğu kimi, onun üçün ahirət üçün də xeyirlidir. Bəli, əlbəttə ki, nicat tapmaq üçün iman gətirmək lazımdır. Allah Teala'ya iman gətirməsən, hər hansı bir əməli eləyənsənsə, Allah Teala səndən qəbul etməz onu. Heç vaxt. Və bəzən olur ki, insanlar deyir ki, necə yəni qəbul etməz? Mən yaxşı iş gördüm, və yaxud da filan kəs, yəni İslamı qəbul eləməyən, qeyri-müsəlman, yəni yaxşı iş görür, necə yəni Allah ondan qəbul eləməsin? Yəni, açarı həmin əməllərin qəbul olması üçün nədir? Allah Teala'ya iman gətirməlisən, Allah üçün eləməlisən onu. Hətta iman gətirsən belə, o əməli Allah üçün eləməsən, yəni riya girərsə, Allah səndən qəbul etməz, hətta iman gətirsən. Və heç kəs də, heç vaxt, yəni o cür, hansı ki, sən demirsən, bunu belə elə, o belə eləyib, nəsə ona əcr verərsən, yəni pulun verərsən, işlətsən və yaxud da sənə dediyi eləmişsə, ondan razı qalarsan. Bu, insanlar arasında olan bir şeydir hələ. Və yaxud da sən deməklə də ki, məsələn, elə şeylər var ki, hələ bu dünyada görüyor, onlar qəbul edir. Bir ölkənin pulu başqa bir ölkədə kağız parçasıdır, qəbul edirlər. Heç nə ala bilməzsən. Və yaxud da səndən bir sənəd istəsələr, sən ona vəzində tamam başqa bir sənəd versən, səndən razı olmazlar. Və həmçinin sən pasportun olmasa, heç bir ölkəyə girə bilməzsən, mümkün deyil. Və yaxud da başqasının pasportunu ver ki, pasportda da nə olacaq? Yox, mümkün deyil. Görürsən ki, insanlar qəbulləmir bunu. Və əlbəttə ki, Allah Subhanahu Teala da yəni, biz insanları yaratdım deyir, mənə ibadət etmək üçün, yəni ibadət etmək üçün. Və həmçinin insan iman gətiribsə, möminsə, onun zürriyyətinə də xeyri var. Və Rasulullah sallallahu aleyhi və səlləm hədis şərifində buyurur ki, İnna Allaha leyərfə'u zürriyyətə li-mu'minu iləyhi fi dərəcətihi və in kənu dunahu fil-aməl li-təqarrə bihim aynuhu. Deyir Allah Teala, müminin zürriyyətin ona tərəf qaldırır, onun yanına. Hətta onların əməli onun əməli kimi olmasa, çünki iman gətirirlər. Atalarının yolunda, atalarının dinində olduqlarına görə, görür insan iman gətirdiyin zürriyyətinə də xeyri var. Ona görə ki, o rahatlığı tapsın. Yəni, zürriyyətindən həmişə narahatdır insan. Təsəvvür elə ki, sən iman gətirib, yaxşı işlər görməyin, səndən savayı nədir? Sən zürriyyətinə də xeyri var, zürriyyət. Sənin övladların, övladlarının övladları, sən o yolu qoymuşsan, o yolu öyrətmişsən onlara, xeyr. Və ayəti oxudu sonra ki, Resulullah sallallahu aleyhi və səlləm iman gətirənlərin zürriyyətlərini onlara birləşdirəcək. Yəni, iman gətirənlərin zürriyyəti, yəni, onların yanında olur. Yəni, ataların, valideynlərinin nədir? Yanında olacaqdır, onlara birləşdirəcəkdir. Və gördüyünüz kimi, yəni, iman gətirməyin çox faydaları var. Yəni, təsəvvür edin, iman elə belə şey deyil. Bəzən olur ki, bu günləri, məsələn, çox fitnəli vaxta gəlib çıxmışıq. Görürsən, danışır da hamısı. Yəni, hər bir məsələdə durub dindən danışırlar. Yəni, konkretini, dinə ədavət aparırlar. Bu, onu göstərir ki, onlar yandığından edirlər. Onlar da bilir ki, var. Onlar da bilir ki, haqdır. Sadəcə içərində olan kin, cüdurət, paxıllıq, onları o cür dinə qarşı edir. Yəni, belə olmaz. Allaha qarşı gedən ancaq özünə zərər edir və zürriyyətinə zərər edir. Sən təsəvvür edir ki, sən mömin insan olursan və uşaqları öyrədirsən və onlar da deyir ki, bunu bizim
atamızın dinidir və bunu qəbul edib, bu haqq dini, bu haqq yolu, onlar da gedirlər, hətta deyir, əməli onlar kimi olmasa belə, yəni atasının dərəcəsində çatmasa belə əməllər, amma Allah Subhanahu taala nədir? Çünki ona görə oldu, onlara çatdırıcıydı, ona çatdırıcıydı, onun yanına. Və ona görə də inşallah biz də çalışmalıyıq, yaxşı əməllər görməyə, iman gətirməyə və Allah Subhanahu taaladan istəmək ki, bizə gözəl sonluq nəsib eləsin. Həm də övladlarımızın tərbiyəsində güclü şəkildə məşğul olmalıyıq, çalışmalıyıq. Çünki övladlarımız da birinci dua etməliyik ki, Allah onları islah eləsin. Biz onları tərbiyələndirməliyik, əlbəttə. Amma hidayət Allahın əlindədir, qəlblər Allahın əlindədir. Yenə də sən yaxşı işlər gör, yəni övladlarını yaxşı tərbiyə et, düzgün tərbiyə et və Allahı onlara tanıt və onları yaradan onlara tanıt və İnşallah Allah Subhanahu taala buyurur ki, Allah yaxşı insanların yaxşı əməllərini puça çıxarmır. Və ona görə də həmişə ehtiyatlı olmaq lazımdır. Hər bir danışanda, hər bir günah eləyəndə ehtiyatlı ol. Bilməzsən hansı günaha görə sən cəzalanarsan. Və görsən cəzalansan, gör nələr olur. Zürriyyətlə belə təsir edir. Əgər sən dindən çıxarsansa. Allah qorusun bizi, Allah bizi sabit eləsin. Allah Teala bizi daim əmin-aman içərisində eləsin. Allah Teala ülkəmizi xeyr içərisində etsin. Allah Teala əmin-amanlığımızı qoruyanları qorusun. Allah Teala əskərlərimizi, hərbiçilərimizi qorusun. Allah Teala xəstələrimizə şəfa versin. Allah Teala ülkə başçımızı qorusun və onu xeyr üzərində eləsin. Subhanakallahumma bihamdik, nəşhədu en la ilahe illa ente, nəstəğfiruka və nətubu ileyk.